Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Qlobalas xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Günün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-dən 5 dərəcəyə qədər isti, gündüz 6-dan 9-a qədər dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütun təşkil edəcək. Nisbi rütubət 70%-dən 80%-ə qədər olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcədən 7 dərəcəyə qədər isti, gündüz 10 dərəcədən 15 dərəcəyə qədər isti. Dağlarda gecə 0 dərəcədən 4 dərəcəyə qədər isti, gündüz 5 dərəcədən 10 dərəcəyə qədər isti olacaq.